heç bir halda dodağa 2 qram dolğunu eyni gündə tətbiq edilmir. Minimum ay yarım aralıqla növbəti korreksiya zamanı istəyərsə korreksiyada biraz daha əlavə edərəm. Amma pasiyent həcmli dodaq istəsə belə maksimum 1 qram dodaq dolğusu ilə işləyirik. Təbii ki, amma burada üz və çənədə dəyişir. Çünki üz nahiyəmizdə dolğular 2 qram, 3 qram full face prosedurlar deyirik, mini full face prosedurlar deyirik. Bu zaman daha çox qram gedə bilər, bu təbii haldır. Amma dodaq nahiyəsinə birdən-bir 2 qram dolğu bir prosedur eyni gündə işlənmir. Dəfəyə 2 qram dolğu işlənmiş dodağın fəsadları, hansı ki dodaqda artıq dolğu irinlənmiş formada akır, iltihablanma proseduru gedir. Ona görə də yəni heç vaxt etməyəcəyim prosesdir. Bir seansa adətən ki, yarım 0,6 işləyirəm, 0,7 işləyirik, korreksiya üçün də saxlayıram, amma təbii ki, çox həcmsizdirsə dodaq, bəzən 1 qram gedir, amma 1 qramdan artıq heç bir halda məsləhət görmürəm, özümə də icra etmərəm, pasiyentlərimə də icra etmərəm.